çalışan sazbəndimiz Etibar Etibar Kəlbəcərli. Kəlbəcərli. Bu sazı, bax bu bizim masamızın üstünü bəzəyən sazı Məhbub Xəliliyə sənətinə görə ərmağan eləyib. Biz səni təbrik eləyirik və bu saz da bugün bunu ona görə şərəfləndirdi ki, sənə ərmağan olunub və biz də sənə o sazı yaraşan bilirik, səni saza, sazı da sənə meydanı veririk Məhbub Xəliliyə. Çünki Məhbub Xəlilini bir qəribə söz deyəcəm, indi özünə də o gün demişəm. Tanıyanlar tanıyır, adını bilənlər bilir. Bilməyənlər də sənətin o qədər vurğundur, o saat başlayırlar təsvir eləməyə. Deyir, o bığları var, Koroğlu kimi, uzun saçları, uzun saç, bax o aşıq. Yəni o dərəcədə çox özünə məxsus bir obrazı olan aşıqdır və inşallah bugünkü ifasında da bir daha görəcəyik, digər aşıqlarımızı da. Bir qəhrəmanı gəlsin. Dəli könülünə divanə gəzirsən, bivəfa dilbərdən sənə yar olmaz. Düz çıxmaz ilqarı, əhdi, peymanı, hər cayda namus qeyrət har olmaz. Sır vermə nadana, sır vermə pisə, axır qəlbin ya inciyə, ya küsə. O kök üstə bitər əsl nə isə yoşan bəsləməklə çəmənzar olmaz. Vəfaliyə əmək çəksən itirməz, bədəsil nəsihət öyüd götürməz. Qabaq tağı tər şamama bitirməz, boz söğütdə heyva olmaz, nar olmaz. Təklif olunmamış bir yerə varma, nər olmaz meydanda hər buğu vurma. Seryaqıb adama sən yaxın durma, xain çıxar onda düzülqar olmaz.
Mirzə Qasım gülü keçmiş qocadır. Gələn bəzirgandır, gedən xocadır. Sərv ağacı hər ağaçdan ucadır. Əsli qıtdır, budağında bar olmaz. Çox təşəkkür edirik, var ol. Səsin hər zaman belə bal kimi olsun. Balabançımıza da təşəkkür edirik. Elə səni təsadüfən yadda saxlamırlar. Bu səsin zənguləsi, bu gözəlliklər, o Koroğlu obrazını da, o bığlı aşığı da hamısını xalqa sevdirir. Xalq sevgisini belə qazanarlar. Çox təşəkkür edirik. Böyük